Təbrizi qədimdə Təbrizlilərin bir əcəb xüsusiyyətləri var idi ki, İranda mətrah idi. Bu deyib gülmək idi, bəzilə quyu idi ki, tarixçəsini çox adam bilir. Amma bir dənə cəlib bu futbolda bir şüarımız var idi ki, eşqəli tabut gəti, atbaşı və tez gəti. Bu bir dənə mandıqar şüarı idi ki, fəqət təəssüflə 5-10 ildir bunu demirlər. Mən əvvəl eşqəlini deyim ki, eşqəli Tofiq Vərzıqan rəhmətlik 1330-da, 31-də istihdam-ı tərbiyyət bədəni olur. Bu çəmən əhmaqda bu işlərə görə gəlmişdi və qərdəşi də bir Ahməd Əli var idi, Allah rəhmət eləsin, o da Küşlüdə olardı, Küşlünün işlərini görərdi. Yox. Bu eşqəli elə çox işlər görərdi, çünki tərbiyyət bədəninin iyi belə personeli yox idi. Bir dənə cəlib xatirə ki vardı. Bunu bilirik ki, bir zaman Pəhləvi əvvəl də bəxüsus və əvasiti Pəhləvi dovum Təbrizin futbol timləri Rusiyanın timləri ilə və Türkiyənin timləri ilə müsabiqə verərdilər. 1300 təqribən 35-36-da bir dənə qəvi tim Türkiyədən gəlir bura. Çünki bunlar səthi futbolu həm tarixdə bizdən qabaq idilər futbolları, həm vaqəən səthi qabaq idilər o zamanlar. Gəlirlə başımalda top oynamağa gərək standartdır. Bu oyunu biz riayət eləyirdik. Az cümlə brankard döktür. Döktür ki, gəlir bura. Döktürün yanında bir dəfə də gərək bücür deyək, dəstiyar olaydı. Dəstiyar rəhmətlik eşqəlinə aparırlar. Cəlibdir ki, bu oyunda bir dənə Türkiyənin oyunçularının biri məsdum olur. Eşqəli ki, üçün brankardı yox idi. Bir dənə sünnəti özümüzün bazardan tabut alırlar, ondan aparırlar. Bir ayrı köməklə eşqəli aparırmı ne? Millət üçün bilirsiniz, Şuxtəb, Təbrizin o zaman Şuxtəb havadarları gülürlər və sonra bu şuvara təbdil olur. Və şuvar buradan olur ki, ondan neçə il sonra Nəft-i Abadanla Təbrizin bir şahin timi vardı. Çünki onda nə direktor vardı, nə maşın sazı. Bunlar oyun oynayanda bir nəfər oyunculardan yine məsdum olur. Elə həmin o rəvişlə istəyirlər ki, desinlər brankartı gətirir. Mərdum və havadarlar bücür şuvar verirlər ki, eşqəli tabut gəti, atbaşı və tez gəti. Əlbəttə bücür deyim ki, bu şuvar bir ayrı 2000-ci bəndi də ayrı cürdür ki, hala biz istədik ki, bu əsli şuarın özünü deyək və sonralar da şuvar təhrif oldu və təğyir tapdı. Təəssüflə da bu şuvar deyilmir. Biz də istədik o rəhmətli eşqəlidən bir ad aparaq. Bu eşqəli Tofiq Vərzıqan 1394-də dünyasını dəyişdi. Allah rəhmət eləsin ki, onlar ki, qədim futbolda idilər, bilirlər ki, eşqəli bu məyadində nə xidmət eləyiblər.